Salamlar. Bugün bizim fiilimiz to miss'tir. To miss fiili çox mənalı fiildir və cümlələrdə başqa mənalarda işlənir. Birinci mənası darıxmaq. Miss üstəgəl someone, something, yəni canlı və yaxud da cansız. For example, I miss my mother. Mən anam üçün darıxıram. Burada darıxmaq mənasında işlənir. İkinci, qaçırmaq, gecikmək mənasında. Yəni avtobusa, dərsə, fürsətə bu cür tərcümə edilir. Məsələn, for example, I missed the bus this morning. Bu səhər avtobusu qaçırdım. Üçüncü mənası hədəfi vurmamaq, bir də dəyməmək. Fiziki olaraq, yəni for example, he missed the target. O hədəfi vura bilmədi. Dördüncü mənası başa düşməmək, diqqətdən qaçırmaq. Yəni məlumatı, detalı fərq etməmək. For example, I missed the main point. Əsas məqamı qaçırdım.